Bugün biz Bakı şəhəri və Abşeron yarımadasının su problemlərinin həlli məsələlərini müzakirə edəcəyik. Bu, həyata keçirilən infrastruktur layihələr arasında xüsusi yer tutan məsələdir. Bildiyiniz kimi, ölkəmizdə son illər ərzində geniş miqyaslı infrastruktur layihələri icra edilmişdir. Həm Bakıda, həm bütün bölgələrdə demək olar ki, əsas infrastruktur məsələləri öz həllini tapmışdır. 20 il ərzində bir neçə regional inkişaf proqramı qəbul edilmişdir. Hər proqram 5 ili əhatə edirdi və proqramlar uğurlu icra edildi. Bunun nəticəsində biz əsas infrastruktur məsələlərini həll etdik. İlk növbədə elektrik enerjisi ilə təchizat bütün ölkəni əhatə etmişdir. Tamamilə yeni mərhələyə qədəm qoyduq. Bu yaxınlarda yeni külək elektrik stansiyasının açılışında bir qədər bu məsələyə toxundum. Bugün bizim enerji generasiya gücümüz tələbatımızdan da artıqdır. Hətta biz elektrik enerjisini ixrac edirik. Vaxt var idi ki, bu məsələ ilə bağlı ciddi problemlər mövcud idi. Enerji qıtlığı mövcud idi. Hətta xaricdən biz elektrik enerjisini ithal etməyə məcbur idik. Bugün isə görülmüş tədbirlər nəticəsində həm generasiya gücləri yaradıldı və hazırda hardasa 10.000 megavata yaxındır. Eyni zamanda yarım stansiyalar, ötürücü xətlər, paylayıcı şəbəkə, bütün bu məsələlər vahid sistem halına salınmışdır. Vaxtilə bu sahədə olan qüsurlar, onların böyük hissəsi aradan qaldırılmışdır. Və bugün biz nəinki öz enerji tələbatımız haqqında düşünürük, bu məsələ həll edilmiş hesab olunur. Biz bugün ixrac yolları haqqında düşünürük və nəinki düşünürük, onları biz yaradırıq. Və Azərbaycan bir neçə ildən sonra, necə ki bugün neft-qaz dünya bazarlarını ixrac edir və bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir, eyni səviyyədə elektrik enerjisini dünya bazarlarına ixrac edəcək. Qeyd etməliyəm ki, buna nail olmaq üçün indi qonşu dövlətlərlə və bizim şirkətlərlə, qonşu ölkələrin şirkətləri ilə ciddi danışıqlar aparılır. Biz qazlaşma məsələlərini böyük dərəcədə həll etmişik. Bugün ölkəmizdə qazlaşma 96%-a çatıbdır. Mən bunu deməklə yaşayış məntəqələrini yox, əhalini nəzərdə tuturam. Əhalinin 96%-i bugün təbii qazla təchiz edilib. Bu da son 20 il ərzində aparılan infrastruktur layihələr arasında xüsusi yer tutan məsələdir. Çünki vaxtilə bizim qaz təchizatımız daxili tələbatı ödəməyə imkan vermirdi. Biz qazı da xaricdən ithal edirdik və böyük çətinliklərlə üzləşirdik. Bugün isə dünyanın ondan çox ölkəsi və bu ölkələrin sayı ildən ilə artır və bu ildə yeni ölkələr bu siyahıya daxil ediləcək. Azərbaycan təbii qazını alıb öz enerji təhlükəsizliyini gücləndirirlər. Avtomobil yolları geniş vüsət almışdır. Bugün həm magistral, həm kənd yolları, şəhərlər arası yollar. Bu layihələr icra edilir və hal-hazırda işğaldan azad edilmiş ərazilərdə dediyim bütün bu infrastruktur layihələri icra edilir. Elektrik enerjisi, generasiya gücləri, ötürücü xətlər, yollar, körpülər, tunellər, su təchizatı, qazlaşma və bütövlükdə uzun illər işğal altında qalmış ərazilər dirçəlir, həyata qayıdır
və vahid infrastruktur şəbəkəsinə qoşulur. İçməli su və suvarma layihələri də həmişə diqqət mərkəzində olub. Azərbaycan vətəndaşları yaxşı xatırlayırlar ki, vaxtilə bu insanları narahat edən ən ciddi məsələlərdən biri idi. Və tədricən bu məsələlər də öz həllini tapmışdır. Bugün bizim əksər şəhərlərimizdə içməli su kanalizasiya layihələri icra edilmişdir və bu proses davam etdirilir. Biz son 20 il ərzində 4 böyük su anbarı inşa etmişik və bu su anbarlarının potensialı 500 milyon kubmetrdən çoxdur. Onların arasında xüsusilə Taxtakörpü, Şəmkirçay su anbarlarını qeyd etməliyəm. Əgər bu su anbarları tikilməsəydi, bugün həm Bakının su təchizatı, həm Qərb zonasının su təchizatı böyük problemlərlə üzləşə bilərdi. Taxtakörpü su anbarı bizə imkan verdi ki, Samur çayının sularını biz Ceyranbatan su anbarına qədər yığaq və orada deməli, ehtiyat yaransın və o cümlədən Ceyranbatan su anbarı tamamilə yenidən qurulmuşdur. Yeni müasir təmizləyici qurğular kompleksi inşa edilmişdir. Bugün biz azad edilmiş ərazilərdə içməli su və suvarma layihələrini icra edirik. Son 5 il ərzində bir neçə önəmli layihə başa çatıb. Vaxtilə Ermənistan tərəfindən dağıdılmış və yararsız vəziyyətə salınmış su anbarları əsaslı təmir edilib. Onların arasında ilk növbədə Sərsəng su anbarını qeyd etməliyəm. Bu, nəinki azad edilmiş ərazilərdə, bütövlükdə ölkəmizdə ən böyük su anbarlarından biridir. Və vaxtilə torpaqlarımız işğal altında olanda Ermənistan dövləti bizə qarşı su terroru da həyata keçirirdi. Sərsəng və su qovuşan su anbarlarının sularının bağlanması və sudan bir silah kimi istifadə etməsi bizə böyük problemlər yaradırdı. Su lazım olan aylarda su kəsilirdi, ondan sonra su buraxılırdı və bu böyük daşqınlara səbəb olurdu. Yəni, əslində su terroru həyata keçirirdi Ermənistan dövləti. Bugün isə su qovuşan su anbarı, Sərsəng su anbarı tamamilə yenidən qurulub. Digər azad edilmiş torpaqlarda Füzuli rayonunda Köndələnçay 3 su anbarı yenidən qurulub. Ağdam rayonunda Haçınçay su anbarı yenidən qurulub. Və Laçın rayonunda tamamilə yenidən qurulmuş Zabuqçay su anbarı bugün artıq istismardadır. Və daha 2 böyük su anbarı azad edilmiş ərazilərdə Həkəri çay, Bərquşat çay, bu su anbarlarının tikintisi də nəzərdə tutulur və artıq hazırlıq işləri gedir. Yəqin ki, bu il artıq praktik işlərə biz başlayacağıq. Su mənbələri hər bir ölkə üçün çox önəmlidir. Bizim su mənbələrinin haradasa 1/4 hissəsi vaxtilə işğal altında olmuş ərazilərdə formalaşır və bu su mənbələrinin üstünlüyü də odur ki, bunların əksəriyyəti Azərbaycan ərazisində formalaşır. Yəni, başqa ölkələrdən asılılıq ərazilərimizin qaytarılması nəticəsində böyük dərəcədə azalıb. Bizim digər əsas su mənbələrimiz xaricdə formalaşır. Kür çayı, Araz çayı, Samur çayı və əlbəttə ki, bu sahəyə olan diqqət bu həssas məsələni də nəzərə almalıdır. Bugün dünyada iqlim dəyişikliyi ilə bağlı ciddi narahatlıq hökm sürür. Bir çox ölkələr artıq bundan
ciddi zərər görür. Bizim su təhlükəsizliyimizlə bağlı olan bütün məsələlər sistem şəklində öz həllini tapır və qeyd etdiyim kimi son 20 il ərzində ancaq sadaladığım, halbuki görülən işlər qat-qat çoxdur. Layihələr onu göstərir ki, əgər vaxtında bu addımlar atılmasaydı, bugün bizim su təhlükəsizliyi ilə bağlı olan məsələlər çox ciddi bizim üçün problemlər yarada bilərdi. Bizim isə məqsədimiz dayanıqlı su ilə əhalini və sənayeni, kənd təsərrüfatını təmin etməkdir. Su mənbələrini qorumaqdır. Su anbarlarının potensialını artırmaqdır. Uçotu tam yaratmaqdır və mövsüm gələndə suları yığmaq ki, sonra il boyunca onlardan istifadə etmək. Bakının və Abşeron yarımadasının içməli su problemləri, əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur. Qeyd etdiyim kimi, bu istiqamətdə müəyyən işlər görülüb, ancaq mən hesab edirəm ki, vaxt gəlib çatıb ki, geniş miqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin. Və bu proqram həm Bakı şəhərini, onun qəsəbələrini, Sumqayıt şəhərini və Abşeron rayonunu əhatə edəcək. Bir müddət bundan əvvəl mənim göstərişimlə proqramın hazırlanması prosesi başlamışdır və demək olar ki, proqram hazırdır. Biz bugün həm bu proqramı müzakirə edəcəyik, eyni zamanda görülmüş işlərlə bağlı danışacağıq və görüləcək işlərlə bağlı müzakirə aparacağıq. Bu proqramın əsas məqsədi qeyd etdiyim kimi Bakı və Abşeron yarımadasını dayanıqlı içməli su ilə təmin etməkdir. Proqram 2035-ci ilə qədər icra olunmalıdır. Bu fakt özlüyündə göstərir ki, nə qədər geniş miqyaslı proqramdır, çünki vaxt lazımdır ki, bunu biz tam icra eləyək. Proqramın icrası üçün maliyyə mənbələri müəyyən edilib. Bu iki mənbədən maliyyələşəcək, həm dövlət büdcəsi hesabına, həm də xarici kreditlər hesabına. Burada da deyə bilərəm ki, son illər ərzində aparılan islahatlar imkan verdi ki, biz xarici borcumuzu böyük dərəcədə aşağı salaq və salmışıq da bugün dünya miqyasında xarici borcun ümumi daxili məhsula nisbətdə Azərbaycan dünyada aparıcı yerlərdədir. Bu cəmi 6%-dan bir qədər çox təşkil edir. Yəni ki, bu deməyə əsas verir ki, bugün biz daha çox xarici kreditlərə müraciət edə bilərik. Xüsusilə nəzərə alsaq ki, dünyanın aparıcı maliyyə təsisatları bizə müraciətlər edirlər. Biz daxili vəsait hesabına da bu proqramı icra edə bilərdik, ancaq ölkə qarşısında duran bir çox məsələlər var. Həm Qarabağ Şərqi Zəngəzurun bərpası, ölkəmizin hərbi gücünün artırılması və digər layihələr, sosial layihələr. Ona görə qeyd etdiyim kimi iki mənbədən biz istifadə edəcəyik. Proqramın icrası nəticəsində yeni su anbarları tikilməlidir. Onların sayı 30-a yaxın olacaq. Bu da çox böyük, geniş miqyaslı infrastruktur layihələridir. Sayğaclaşma 100%-a çatdırılmalıdır. Bugün fasiləsiz içməli su ilə təmin edilən əhali 70% təşkil edir. Proqramın icrası nəticəsində bu 95%-a çatacaq. Bakı, Sumqayıt, Abşeron rayonunun və 64 yaşayış məntəqəsinin su təchizatı böyük dərəcədə yaxşılaşacaq. 200 kilometrdən çox magistral kanallar və bir o qədər paylayıcı şəbəkə
tikiləcək və yenidən qurulacaq. Bugün problemlərdən biri həm də itkilərlə bağlıdır. Əgər itkilər aşağı səviyyədə olsaydı, mövcud olan hətta su ehtiyatı bizə bugün kifayət edərdi. Halbuki biz baxmalıyıq ki, gələcəyə də hesablamalıyıq. Çünki əhali artır, sənaye artır, tələbat da təbii ki artır. Ona görə itkilərin kəskin azaldılması əsas məsələlərdən biridir. Bugün bu sahədə itkilər hardasa 40-45%'dir və qeyd etdiyim kimi proqramın icrası nəticəsində bu kəskin düşməlidir. Bugün kanalizasiya xidməti göstərilən əhali 50% təşkil edir cəmi. Proqramın icrası nəticəsində bu 95%-a çatdırılmalıdır. Leysan yağışlar yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür. Çox ciddi problemlər yaşanır. Düzdür, bu təkcə Bakıda, Azərbaycanda deyil, dünyanın istənilən yerində biz televiziya verilişlərində bunu görürük. Hətta ən inkişaf etmiş ölkələrin şəhərlərində də daşqınlar adi hal alıb. Və heç bir şəhərin infrastrukturu imkan vermir ki, əgər şiddətli leysan yağışları deməli, bir neçə gün davam etsə, bunu idarə etmək mümkündür. Ancaq buna baxmayaraq, bizim də bu sahədə zəif yerlərimiz kifayət qədər çoxdur. Ona görə yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi də qurulacaq və bunun çox böyük faydası olacaq. Dənizə buraxılan sular 100% təmizlənməlidir. Xəzər dənizinin çirklənməsinin əsas faktorlarından biri də budur. Ona görə burada da lazımi əlavə tədbirlər görüləcək. Hövsan su təmizləyici stansiyasının modernləşdirilməsi və potensialının genişlənməsi də gündəlikdə duran məsələdir. Su sektorunda rəqəmsal idarə etmə sistemi də tətbiq edilməlidir. Mən artıq bu barədə məlumat verdim. Bir də demək istəyirəm ki, Abşeron yarımadasının su təchizatını yaxşılaşdırmaq üçün ilk dəfə olaraq ölkəmizdə duzsuzlaşdırma zavodu inşa ediləcək. Bu prosesə start verildi. Bunun üstünlüyü ondan ibarətdir ki, bu sırf xarici investisiyalar hesabına həyata keçiriləcək layihədir və bu imkan verəcək ki, biz Bakıya və Abşeron yarımadasına gələn suların həcmini artıraq və bu sahədə texnoloji inkişaf da göz önündədir. Bizim Xəzər dənizinin suyu o qədər də duzlu deyil. Yəni ki, tam əminlik var ki, duzsuzlaşdırma nəticəsində əhali təmiz və keyfiyyətli içməli su ilə təmin ediləcək və eyni zamanda su varma üçün də böyük mənbə yaranacaqdır. Samur-Abşeron su kanalı ki, vaxtilə biz bu kanalı yenidən inşa etmişdik. Bu tam beton kanaldır və orada itkilər kifayət qədər azdır. Ancaq yenə də bu kanalın infrastrukturunun inkişafı ilə bağlı tədbirlər nəzərdə tutulur ki, Ceyranbatan su anbarı dayanıqlı su ilə təmin edilsin. Bugün Bakıya 5 mənbədən su daxil edilir. 6-cı mənbə duzsuzlaşdırma zavodu olacaq və əlbəttə ki, bu axım tam təmin edilməlidir. Onu da bildirməliyəm ki, son 20 il ərzində həyata keçirdiyimiz layihələrdən biri də tamamilə yenidən qurulmuş Oğuz-Qəbələ-Bakı su kəməridir. Əgər bu su kəməri tikilməsəydi, bugün Bakıda su qıtlığı
özünü çok ciddi şəkildə göstərmiş olardı. Proqram qeyd etdiyim kimi çox genişdir, çox konkretdir. Bütün vəzifələr orada qoyulub. Nəzarət də təmin ediləcək. Həm hökumət tərəfindən, prezident administrasiyası tərəfindən, ictimai nəzarət də əlbəttə ki, mütləq olmalıdır. Bu proqramın icrası mətbuatda geniş işıqlandırılmalıdır ki, Azərbaycan vətəndaşları, xüsusilə Bakı və Abşeronda yaşayan insanlar görsünlər, bilsinlər ki, nə vaxt hansı məsələ öz həllini tapır. Və yubanmalar da olmamalıdır. Çünki yenə də deyirəm, proqram 35-ci ilə qədər nəzərdə tutulur. Biz hesab edirdik ki, daha da tez bir zamanda bunu etmək mümkündür. Ancaq tələsməmək üçün və bütün işləri keyfiyyətlə təşkil etmək üçün qərara gəldik ki, təxminən 10 illik proqramdır. Yəni, kifayət qədər vaxt var, ancaq bir gündə yubanma olmamalıdır. İndi isə çıxış üçün söz verilir Baş Nazirin müavini Şahin Mustafayev. Möhtərəm cənab prezident, sosial-iqtisadi əhəmiyyətini nəzərə alaraq ölkənin su təhlükəsizliyinin təmin edilməsi hər zaman sizin diqqət mərkəzində olmuş, rəhbərliyiniz də əvvəlki illərdə böyük ölçüdə işlər həyata keçirilmiş, ehtiyat tədbirləri görülmüş, Taxta Körpü, Şəmkir çay, Tovuz çay, Göytəpə, Naxçıvanda Heydər Əliyev, Bayxır su anbarları, Oğuz Qəbələ, Bakı su kəməri inşa edilmiş, Samur Abşeron su kəməri yenidən qurulmuş, və qeyd etdiyiniz kimi, əksər şəhər və rayon mərkəzləri içməli su və kanalizasiya xidmətləri ilə təchiz edilmişdir. Bununla yanaşı, kəskin su çatışmazlığının müşahidə etdiyini nəzərə alaraq, ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirməsi və bu sahədə fəaliyyətin əlaqələndirməsi məqsədi ilə 15 aprel 2020-ci il tarixli sərəncamınızla müvafiq komissiya yaradılmışdır. Eyni zamanda tərəfinizdən su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair tədbirlər planı təsdiq edilmişdir ki, buna uyğun olaraq ölkə üzrə geniş miqyaslı işlər həyata keçirilir. Həmçinin 10 oktyabr 2024-cü il tarixli sərəncamınızla 2024-2040-cı illər üzrə su ehtiyatlarından səmərəli istifadəyə dair milli strategiya təsdiq edilmişdir. Milli strategiyanın əsas hədəfləri su ehtiyatlarının yenidən qiymətləndirilməsi və inteqrasiyalı idarə edilməsi, su ehtiyatlarından səmərəli istifadə edilməsi, əhalinin dayanıqlı və keyfiyyətli içməli su və sanitariya xidmətləri ilə təminatının yaxşılaşdırılması, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və su təhlükəsizliyinin təmin edilməsidir. Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarə etmənin təkmilləşdirilməsi məqsədi ilə 30 mart 2023-cü il tarixli fərmanınızla vahid qurum kimi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılmışdır. Möhtərəm cənab prezident, qlobal iqlim dəyişməsi və orta temperaturun yüksəlməsi, yağıntıların və çaylarda sulluğun əhəmiyyətli dərəcədə azalması, digər tərəfdən suvarma və içməli su təchizatı üzrə şəbəkələrin genişləndirilməsi nəticəsində suya tələbatın artması öz növbəsində su çatışmazlığını şərtləndirir. Ölkə üzrə yerüstü su ehtiyatlarının təqribən 75%-i qonşu ölkələrdən daxil olmaların hesabına formalaşır və qlobal iqlim dəyişikliyi həmin su axımlarının həcminə də öz mənfi təsirini göstərir. Möhtərəm cənab prezident, 2020-ci ildən başlayaraq hər il Nazirlər Kabineti tərəfindən ölkə üzrə illik su təsərrüfatı balansı təsdiq edilir. Su təsərrüfatı balansı əvvəlki 3 il üzrə faktiki, hesabat il üzrə gözlənilən və növbəti il üzrə proqnoz göstəricilərinin özündə əks etdirir ki, bu da ölkənin su ehtiyatlarının formalaşması və istifadəsi üzrə ümumi qiymətləndirmənin aparılmasına imkan verir. Su ehtiyatlarının içməli su təchizatı, suvarma, energetika və digər məqsədlər baxımından planlı, koordinasiyalı və prioritetləşmə aparmaqla optimal istifadə istiqamətində görülən tədbirlər sayəsində əsas su anbarlarına su ehtiyatlarının həcmi cari ilin 1 yanvar tarixinə 16,4 milyard kubmetr təşkil etmişdir ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,2 milyard kubmetr və ya 60% çoxdur. Eyni zamanda ölkənin ən böyük su anbarı olan Mingəçevir su anbarında 2020-ci ildəki 8 milyard kubmetr ilə müqayisədə 13 milyard kubmetrə yaxın su ehtiyatı toplanmışdır.
Belə ki, Mingəçevir su anbarı 2024-cü ildən etibarən çoxillik tənzimləmə rejiminə qaytarılmışdır. Komissiyanın fəaliyyət çərçivəsində əsas su anbarları üzrə tövsiyə olunan iş rejimləri təsdiq olunur, sudan istifadə gündəlik qaydada nəzarətdə saxlanılır və görülən tədbirlər əhalinin içməli və sulama suyu ilə təchizatının daha da yaxşılaşdırılmasına, su elektrik stansiyalarının səmərəlilik göstəricilərinin əhəmiyyəti dərəcədə yüksəlməsinə şərait yaratmışdır. Ölkənin əsas su və su təsərrüfatı obyektlərində su ehtiyatlarının qiymətləndirilməsi üçün müasir texnologiyalara əsaslanan ölçmə cihazlarının quraşdırılması, içməli su təchizatı sahəsində sayğaclaşma, subartizan quyularında avtomatlaşdırılmış idarəetmə sistemlərinin quraşdırılması istiqamətində işlər davam etdirilir. Ölçmə cihazlarının texniki parametrlərinin elektron su təsərrüfatı informasiya sisteminə inteqrasiyası üzrə işlər aparılır. Müasir ölçmə cihazlarının quraşdırıldığı məntəqələrindən daxil olan operativ məlumatlar əsasında gündəlik bülletenlər hazırlanır və aidiyyatı qurumlara təqdim olunur. Tapşırığınıza uyğun olaraq məsləhətçi şirkət cəlb edilməkdə ölkə əhəmiyyətli Şəmkir, Yenikənd, Mingəçevir və Varvara Kaskad su anbarları üzrə texniki təhlükəsizliyin qiymətləndirməsi tamamlanmış və komissiya tərəfindən təsdiq olunmuş müvafiq tədbirlər planının icrasına başlanmışdır. Nazirlər Kabinetinin 1 may 25-ci il tarixli sərəncamına əsasən sözü gedən su anbarları da Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin balansına verilmişdir. Möhtərəm Cənab Prezident, müvafiq sərəncamlarınıza uyğun olaraq Qəbələ rayonunda 17,5 milyon kubmetr həcmində Yengicə su anbarının və Oğuz-Şəki rayonlarında 108 milyon kubmetr həcmində Əlicançay su anbarının tikintisi həyata keçirilir və 2027-ci ildə tamamlanması nəzərdə tutulur. Yengicə su anbarı Qəbələ rayonu üzrə 10 min hektar əkin sahəsində xidmət edəcəkdir. Əlicançay su anbarı isə Şəki və Qax rayonları üzrə 30 min hektara yaxın əkin sahəsində xidmət etməklə yanaşı, Şəki və Oğuz rayonları üzrə 28 yaşayış məntəqəsinin 49 min nəfərə yaxın əhalisinin içməli su ilə təmin edəcəkdir. Şirvan kanalının yenidən qurulması işləri müvafiq sərəncamınıza uyğun olaraq davam etdirilir və 2027-ci ildə tamamlanması nəzərdə tutulur. Yenidən qurmadan sonra 10 rayon üzrə 228 min hektar əkin sahəsini suvarma su və yaşayış məntəqələrinin məişət suyu ilə təmin edəcəkdir. Eyni zamanda 9 rayonunun 115 min hektara da əkin sahəsinin suvarma suyu və yaşayış məntəqələrinin məişət suyu ilə təmin edən Qarabağ kanalının yenidən qurulması üzrə layihə smeta sənədləri hazırlanır. Qeyd olunanlarla əlavə 7 suvarma kanalı yenidən qurulmuş və 3 suvarma kanalının yenidən qurulması davam etdirilir ki, bunlar da ümumilikdə 132,3 min hektar əkin sahələrə xidmət edir. Son illərdə az sululuq dövründə Kür çayının 60 kilometrlik mənsəb hissəsində Xəzər dənizinin təsirindən suda duzluluq konsentrasiyasının artması, Kür çayının aşağı axarında yerləşən Neftçala və Salyan rayonlarının ərazisində məskunlaşmış əhalinin suya olan tələbatının ödənilməsində ciddi çətinliklər yaradırdı. Görülən tədbirlər nəticəsində su qəbul edici qurğuların normal istismarı və Mingəçevir su anbarından izafi suyun buraxılmasına ehtiyac qalmadan suya olan tələbatın optimal şəkildə ödənilməsi təmin olunmuşdur. Dəniz suyun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirlər haqqında 12 aprel 2023-cü il tarixli sərəncamımızın icrası məqsədi ilə elan edilmiş müsabiqənin qalibi olan şirkətlə dövlət özəl tərəfdaşlıq müqaviləsi və digər müqavilələr ötən ilin sentyabr ayında Bakıda keçirilmiş 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmışdır. Bu pilot layihə əhalinin dayanıqlı içməli su təminatına xidmət etməklə yanaşı, ölkəmizdə dövlət özəl tərəfdaşlığı baxımından da xüsusi nümunə təşkil edəcəkdir. Həmçinin Hövsan ərazi qurğusunda Xəzər dənizinə axıdılan tullantı sularının təmizlənməsi və təkrar istifadəsi ilə bağlı pilot layihənin həyata keçirilməsinə dair sərəncamımızla əlaqədar texniki iqtisadi əsaslandırma sənədinin hazırlanması və müvafiq dövlət özəl tərəfdaşlığı modelin müəyyən edilməsi ilə bağlı Beynəlxalq Maliyyə İnstitutu ilə əməkdaşlıq həyata keçirilir. Möhtərəm Cənab Prezident, ötən dövr ərzində işğaldan azad edilmiş ərazilərdə geniş miqyaslı tikinti quraşdırma, bərpa və yenidən qurma işləri görülmüş, çoxsaylı infrastruktur layihələri həyata keçirilmişdir. Ali rəhbərliyinizlə ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi ilə birlikdə həmin ərazilərdəki su ehtiyatlarımız üzərində də nəzarət bərpa edilmişdir ki, bu da ölkə ərazisində formalaşan su ehtiyatlarının təqribən 20%-nə bərabərdir.
İşğaldan azad edilmiş ərazilərdə su təsərrüfat obyektlərinin tikintisi, yenidən qurulması, bərpası, içməli su və soğuma suya təchizatı ilə bağlı tədbirlər üzrə fəaliyyətin əlaqələndirilməsi komissiya tərəfindən əlaqələndirmə qərargahı ilə birlikdə təmin edilir. Siz də qeyd etdiyiniz kimi, Laçın rayonunda Qubadlı və Zəngilan rayonları üzrə 12.000 hektar torpaq sahəsinin suvarma su ilə təminatı məqsədi ilə həcmi 26.7 milyon kubmetr olan Zabuqçay su anbarı inşa edilərək istismara verilmişdir. Ağdərə rayonunda həcmi 5.9 milyon kubmetr olan Suqovşan su anbarı təmir bərpa edilmişdir. 4 rayon üzrə 29.7 min hektar torpaq sahəsinin su təminatının yaxşılaşdırılmasına xidmət edən 20 kilometr uzunluğunda Tərtərçay sol sahil suvarma kanalı və onu Suqovşan su anbarından su ilə təmin edən 5.2 kilometr uzunluğunda magistral kanalı yenidən qurularaq istismara verilmişdir. 5 rayon üzrə 67 min hektar torpaq sahəsinin su təminatını yaxşılaşdıracaq 50 kilometr uzunluğunda Tərtərçay sağ sahil suvarma kanalının yenidən qurulmasına dair layihə smetə sənədləri tamamlanmış və tikinti işlərinə başlanılacaqdır. Ağdam rayonunda həcmi 23 milyon kubmetr və əkin üzrə xidmət sahəsi 7 min hektar təşkil edən Xaçınçay su anbarı və Füzuli rayonunda ümumi həcmləri 15.5 milyon kubmetr və əkin üzrə xidmət sahəsi 6.2 min hektar təşkil edən Göndərlənçay su anbarları təmir bərpa edilmişdir. Laçın rayonunda həcmi 91 milyon kubmetr təşkil edəcək Həkəriçay su anbarının və Qubadlı rayonunda həcmi 67 milyon kubmetr təşkil edəcək Bərgüşadçay su anbarının tikintisi ilə əlaqədar layihə smetə sənədləri yekunlaşmaq üzrədir. Həkəriçay su anbarının ilkin mərhələdə Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Ağdam rayonlarının içməli su ilə təminatına xidmət etməsi nəzərdə tutulur. Bərgüşadçay su anbarı isə Qubadlı, Zəngilan və Cəbrayıl rayonları üzrə 8.8 min hektar torpaq sahəsini suvarma su ilə təmin etməklə yanaşı, Qız Qalası su anbarından layihələndirilən magistral kanala saniyədə 12 kubmetr suyun ötürülməsinə xidmət edəcəkdir. Xudafərin və Qız Qalası su anbarlarının su və enerji ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədi ilə tədbirlər davam etdirilir. Qız Qalası su anbarından ayrılan magistral suvarma kanalının tikintisi layihəsinin Beynəlxalq Maliyyə Qurumu ilə birgə maliyyələşdirməsi məqsədi ilə 2024-cü ildə kredit və layihə sazişləri imzalanmış və layihənin icrası istiqamətli işlərə başlanılmışdır. Bu layihə Mil Muğan zonasında 252 min hektar torpaq sahəsinin su təminatının yaxşılaşdırmasına, Cəbrayıl və Füzuli rayonları arasında 12 min hektar yeni torpaq sahəsinin suyun verilməsinə xidmət edəcəkdir. Möhtərəm Cənab Prezident, ötən il su təchizatı baxımından Naxçıvan Muxtar Respublikasında müəyyən çətinliklər müşahidə edilmişdir. Belə ki, ötən il ərzində əsas 2 su anbarına tutumu 150 milyon kubmetr olan Arpaçay su anbarı və tutumu 100 milyon kubmetr olan Heydər Əliyev su anbarına daxil olan suyun həcmi 2024-cü ilin eyni dövrü ilə müqayisədə təqribən yarı-bayarı 200 milyon kubmetrdən artıq azalmışdır. Tapşırığınıza uyğun olaraq Naxçıvan Muxtar Respublikası üzrə su ehtiyatlarının səmərəli istifadə və əhalinin su ilə dayanıqlı təchizatı məsələsi komissiyanın fəaliyyət çərçivəsində ətraflı müzakirə edilmiş, problemlərin köklü şəkildə həlli ilə bağlı görüləcək tədbirlərin ilkin layihəsi hazırlanmış və yekunda diqqətinizə təqdim ediləcəkdir. Eyni zamanda Bakı şəhəri və Abşeron yarımadasında içməli su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirməsinə dair sizin rəhbərliyinizlə keçirilən bugünkü müşavirə su ehtiyatlarının səmərəli istifadə edilməsi, əhalinin dayanıqlı və keyfiyyətli içməli su və sanitariya xidmətləri ilə təminatın yaxşılaşdırmasına xüsusi töhfə verəcəkdir. Möhtərəm Cənab Prezident, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi ilə bağlı qarşımıza qoyduğunuz bütün vəzifələr yerinə yetiriləcəkdir. Diqqətinizə görə minnətdarım. Sağ olun, əyləşin. İndi isə söz verilir Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikaylova. Möhtərəm Cənab Prezident, sizin tapşırığınıza əsasən hazırlanmış bu layihə təklifi iqtisadiyyatın inkişafı və artan əhali fonunda Bakı şəhəri və Abşeron yarımadasında dayanıqlı su, içməli su, tullantı və yağış suları sistemlərinin təşkilini əks etdirir. Hazırlanan dövlət proqramının əsas məqsədi sizin tapşırığınıza əsasən həyata keçirilən Bakı və Abşeron yarımadasında nəqliyyat, şəhər salma və ərazi inkişaf layihələri fonunda əhalinin dayanıqlı su təminatını təşkil etməkdir. Məhz bu yanaşma əsasında 2026-35-ci illər əhatə edən dövlət proqramı Bakı şəhəri və Abşeron yarımadasında həm bugünkü,
həm də gələcək perspektiv inkişaf hədəfləri ilə uzlaşmaqdadır. Möhtərəm cənab prezident, icazənizlə bu proqramın hazırlanmasında şərtləndirən amilləri və onun əsas tərkib hissəsi olan istiqamətləri göstərmək üçün icazənizlə təqdimata keçmək istərdim. Möhtərəm cənab prezident, ilk öncə bugünkü Bakı şəhəri və Abşeron yarımadasında sosial-iqtisadi inkişaf və demoqrafik artımla əlaqədar bəzi məlumatları diqqətinizə çatdırmaq istəyirəm ki, bunlar da bu proqramın hazırlanmasında əsas amillərdən biridir. Bakı şəhərindəki su və kanalizasiya sistemləri əsasən 1980-ci illərin sonuna qədər hazırlanmışdı və o gündən bu günə qədər yaşayış məntəqələrinin ərazisi 2,6 dəfə artmış, əhali isə 2,1 dəfə artmışdır. Əsas magistral xəttləri istismar müddətini çoxdan başa çatdırmış, müasir nəzarət sistemləri standartlarına da heç bir şəkildə cavab vermir. Bunların çoxunun ömrü 40-50 il olmasını nəzərə alaraq onların istismardan artıq öz ömrünü başa çatdırmışdır. Əksər yağış suyu kollektorları kanalizasiya xətlərinə qoşulması ilə sistemlərdə əlavə yükləmələr yaranmışdır. Vaxtilə Bakıdakı mövcud olan yağış sistemləri də o 1990-cı illərdə onlar hamısı yağış kollektorları kanalizasiya kollektorlarına çevrilmişdir. Əsas kollektorların maksimal ötürücü qabiliyyəti formalaşan su miqdarının az olması. Bu təbii ki, həm yuxarıda göstərdiyimiz insanların və əhalinin artması ilə əlaqəli, həm də yağış sularının həmin kollektorlara axıdılması ilə əlaqəlidir. Bir çox magistral xəttlərin mühafizə zonalarının zəbt olunması. Bugün hal-hazırda cənab prezident, əsas kanalizasiya magistrallarımızın Bakı şəhərində bu yaxınlarda keçirdiyimiz analizlərdən 1600-dən çox fərdi yaşayış və ya digər tikintilər mövcuddur və bunlar da həmin magistralların həm istismarını çətinləşdirərək, hətta imkansız halı gətirərək, bəzi yerlərdə də o müddətini bitmiş kanalizasiya sistemlərinin çökməsinə və əhalinin evlərinə ziyan vurmasına nəticə gətirir. Bu tərəfdə, cənab prezident, bugünkü vəziyyətimiz Azərbaycanda olan, bütün Azərbaycanda olan içməli su, fasiləsiz içməli su təminatı, sağqaçlaşma və bu faizlər və bununla bərabər Avropa Birliyində olan rəqəmlər göstərilmişdir. İçməli suya olan əlçatanlıq Azərbaycanda 73,4%, təxminən 74%, Avropa Birliyində bu 95%-dir. Fasiləsiz su təminatı Azərbaycan üzrə 72,5%, Bakı və Abşeronda siz də qeyd etdiniz ki, bu 70%-dir. Bunun fərqli olmasının nəzərə son illərdə rayonlarda, bizim bölgələrdə aparılan böyük quruculuq işləri nəzərə alaraq oradakı fasiləsiz su əlçatanlıq daha yüksəkdir. Sağqaçlaşma gördüyünüz kimi bizim Avropa Birliyi müqayisədə çox daha yüksək səviyyədədir. 91,9 təxminən 92%-ə çatmaqdadır. Su itkilərimiz isə çox daha yüksəkdir. Su itkiləri faktiki olaraq 38,6% ki, bu Avropa Birliyində 22% ortalama göstərir. Bununla yanaşı bizim toplam 46, sizin də qeyd etdiniz, 46%-ə yaxın olan itkilərimiz, çünki bunun yanında bir də daxili istismar olan sular və onlar da itki olaraq nəzərdə salınır. Avropada bu 3% olduğu halda Azərbaycanda bizdə bu 9% səviyyəsindədir. Bu xəritədə, cənab prezident, Bakı şəhəri və Abşeron yarımadasında sosial-iqtisadi inkişaf demoqrafik artımı əlaqədar içməli su sistemlərinin istifadəsi xəritəsi göstərilməkdədir. Burada gördüyünüz mavi bölgələrdə şəbəkənin tikintisi normalara cavab verən ərazilərdir. Bu, gördüyünüz kimi, Bakı şəhərinin mərkəzi, Sumqayıt şəhərinin bəzi hissələri və digər bəzi bölgələrdə özünü əks etdirir. Şəbəkəsinin yaşıl ərazilər isə su şəbəkəsi mövcud olub, yalnız normalara cavab verməyən, bu primitiv şəkildə əhali tərəfindən, bəzi yerlərdə maktilər tərəfindən tikilmiş qoşulmalar şəbəkələrdir. Qırmızı gördüyümüz ərazilər isə ümumiyyətlə su şəbəkəsi olmayan və insanların suyu daşımaqla gətirdikləri ərazilərdir. Bu xəritədən göründüyü kimi xidmət göstərilən əhali Bakı və Abşeron yarımadasında 91% olduğu halda normalara cavab verən əhaliyə xidmətimiz 74% səviyyəsindədir. Ərazi olaraq isə 77% ərazi əhatə edildiyi halda normala cavab verən, tikinti normalarına cavab verən əhatə dairəmiz sadəcə 40% səviyyəsindədir. Eyni şəkildə də Bakı-Abşeron yarımadasında kanalizasiya sistemlərinin xəritəsi göstərilir. Burada vəziyyətimiz, siz də qeyd etdiyiniz kimi, cənab prezident, biraz daha fərqlidir. Xidmət göstərilən ərazilər mavi rəngdə, xidmət ümumiyyətlə göstərilməyən qırmızı rəngdə ərazilərdir. Burada əhali olaraq sadəcə 52% xidmət göstərilir, ərazi olaraq da sadəcə 39% xidmət göstərə bilirik.
Avropa Birliyindəki bu rəqəmlər də gördüyünüz kimi çox daha yüksək rəqəmlərdədir. Bütün bunlar bizim bu proqramın qəbul edilməsində və uzun müddətli bu işlərin həyata keçirərək bütün bu zonaların əhatə edilməsində əsas şərtləndirən amillərdən biridir. Bundan yanaşı yağış suları ilə əlaqəli sizin diqqətinizi çəkdirmək istədiyiniz vəziyyətlər də var. Bilirsiniz ki, Bakı-Abşeron yarımadasında 300-dən çox göllər mövcuddur ki, bunlar da öz təbii olaraq su toplayıcı funksiyalarını getirilir. Amma son illərdə bu bəzən də qeyri-qanuni və ya bəzən plansız böyümələr arasında burada bir neçə göllərdə qurudulma vəziyyətləri, yəni 2014-cü illə 2025-ci illər arasındakı fərqləri göstərərək bu ərazilər zəbt olunub, burada tikintilər aparılır ki, bu da öz növbəsində intensiv yağışlar yağdığı zaman həmin bu bölgələrin və bu ərazilərin su basmaya məruz qaldığını şərtləndirir. Bu işlərlə, möhtərəm cənab prezident, siz də qeyd etdiyiniz kimi, bu illər ərzində dövlət proqramları çərçivəsində bir çox işlər görülmüş və bugünkü vəziyyətimiz qənaət bəxş olmasının da səbəblərindən biri həmin bu proqramların həyata keçirilməsi idi. 2004-cü ildə birinci dövlət proqramı qəbul edildiyi dövrdə Azərbaycanda içməli su təminatı sadəcə 40% səviyyəsindədir. Hal-hazırda Bakı və Abşeronda isə bu 29% səviyyəsində idi. Hal-hazırda Azərbaycan içməli su ilə təminat az öncə göstərdiyim ki, 73% səviyyəsi çatdırılmış. Bakı şəhəri və Abşeron yarımadasında fasiləsiz içməli su təminatı 70%-ə çatdırılmışdır. Bunların bu proqram çərçivəsində görülmüş işlərdən Taxtakörpü, Ceyranbatan su anbarı, həm ultra süzgeçli su təmizləyici qurğu, bunlar hamısı bu həmin proqram çərçivəsində həyata keçirilmiş və bugünkü bizim su çatışmazlığı vəziyyətdən daha yaxşı vəziyyətə gəlməyimizin çox böyük təsiri olmuşdur. Cənab Prezident, sizin də qəbul etdiyiniz kimi Azərbaycanın yeni milli su strategiyası qəbul edilmişdir və bu su strategiyasının əsas 3 istiqamətində qruplaşdırılmışdır. Birinci olaraq siz də qeyd etdiniz ki, əhalinin içməli suya tələbatının tam ödənilməsi. Bunun üçün yeni su mənbələrinin yaradılması, əhaliyə içməli suyun tələbatına uyğun fasiləsiz olaraq çatdırılması və çox vacib olan su təhlükəsinin təmin olunması istiqamətində tədbirlərin nəzərdə tutulmuşdur. Digər istiqamət su itkilərin, sizin də çox vacib qeyd etdiyiniz su itkilərin qarşısının alınması. Bunun üçün magistral kəmərləri və ötürücü şəbəkələrin itkilərinin qarşısının alınması, nəzarətdən kənar istifadənin qarşısının alınması və sayğaçlaşmanın tam başa çatdırılaraq suyun tam uçotunun aparılması. Üçüncü istiqamət isə su, kanalizasiya və yağış suyunun infrastrukturunun inkişafı. Bakı şəhəri və Abşeron yarımadasında kanalizasiya şəbəkəsinin tam əhatə edilməsi, yağış suyu kollektorlarının və su toplayıcı şəbəkənin inkişaf etdirilməsi və çox vacib olan Xəzər dənizinin və göllərin ekoloji mühitin yaxşılaşdırılması. Bütün bu istiqamətlər bizim milli su strategiyasında öz əksini tapmışdır. Bugünə qədər görülmüş və həmin bu strategiyaya uyğun olaraq görülən işlərdən siz də qeyd etdiniz. Mən burada dəniz suyunun duzlaşdırılması ilə içməli suyun istehsal layihəsini qeyd etmək istərdim. Bu ilk dəfə olaraq bu miqyasda dövlət özəl tərəfdaşlıq səviyyəsində hazırlanıb bir layihədir. Layihənin tenderin qalibi Səudiyyə Ərəbistanının Krallığının Aqua Power şirkəti qalib olmuşdur və ilk dəfə dediyim kimi Azərbaycanda su sahəsində dövlət özəl tərəfdaşlıq layihəsi həyata keçirilir. Azərbaycanda dəniz suyunun duzlaşdırılması ilə içməli su istehsalı ilk dəfə belə bir meqalayihə ilə Azərbaycan, Bakı şəhərinin və Abşeron yarımadasında faktiki istifadə olunan suyun 25%-ni təşkil edəcək. Bu da bizim gələcəkdə su təhlükəsini çox böyük töhfə verəcəkdir. Bu işlər artıq başlanılmış, yer seçilmiş, işlər artıq başlanmış və bizim proqnozumuza qədər 28-ci ilin sonuna qədər bu məsələnin bitirilməsi nəzərdə tutulub. Digər bir layihə, möhtərəm cənab prezident, sizin sərəncamınızla Bakı və Abşeron yarımadasının ən böyük təmizləyici qurğusu olan Hövsan aerasiya qurğusunun modernləşdirilməsi, yenidən qurulması və orada özəl dövlət tərəfdaşlıq potensialının araşdırılması nəzərdə tutulmuşdur. Qeyd edildiyi kimi bu istiqamətdə texnik iqtisadi əsaslandırma sənədlərinin hazırlanması üzrə Asiya İnkişaf Bankı ilə çox yaxından işlər görülmüş. Artıq texnik iqtisadi əsaslandırma son mərhələsinə çatmışdır. Artıq digər qurumlara da öz rəylərini verilməsi üçün təqdim olunmuşdur. Burada əsas da rəylər özəl dövlət tərəfdaşlığın modellərinin dəqiqləşdirilməsi aparılacaq və bu
rəylər də bitdikdən sonra bu işlərin də tenderlə həyata keçirilməsi nəzərdə tutulub bu ildən başlayaraq. Dövlət proqramı layihəsi Bakı şəhəri və Abşeron yarımadası üzrə əsas məqsədləri haqqında sizə məlumat vermək istərdim. Bu, su mənbələrinin dayanıqlı təmin edilməsi, suyun mənbədən götürülərək emalı, nəql edilməsi, saxlanılması və paylanması prosedurunun optimallaşdırılması nəzərdə tutulur bu dövlət proqramı çərçivəsində. Əhalinin keyfiyyətli və dayanıqlı su ilə təmin edilməsi, paylayıcı şəbəkələrin itkilərinin minimuma endirilməsi, suyun uçotun tam təkmilləşdirilməsi və təmin edilməsi, yağış və tullantı sular sistemlərinin yenilənməsi və inkişaf etdirilməsi, alternativ su mənbələrinin istifadəsini araşdırılması və təmin olunması və Bakı şəhəri və Abşeron yarımadasının su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin Bakı master planının yenilənərək bugünə qədər olan 2040-cı ilə qədər hazırlanmış planının 2050-ci ilə qədər də inkişaf edilməsi bu dövlət proqramı çərçivəsində nəzərdə tutulmuşdur. Cənab Prezident, hal-hazırda Bakıda mövcud olan su sistemləri haqqında bir xəritədə sizə məlumat vermək istərdim. Burada gördüyünüz mavi xətlər mövcud olan su xətlərimizdir. Mavi bu işarələr də mövcud olan su anbarları ki, bunlar da suyun dağıdılmasında, verilməsində tənzimləyici rol aparır. Fasiləsiz su təminatının təchizatı bizim əsas hədəflərimiz 95% çatdırmaqdır. İçməli su şəbəkəsinin genişləndirilməsi və su itkilərinin 20%, Avropa standartlarına çatdıraraq 20%-ə qədər endirilməsi, içməli suda sayğaclaşmanın 100%-ə çatdırılması və çox vacib olan içməli suyun keyfiyyət göstəricinin təkmilləşdirilməsi ki, insanlarımıza, əhalimizə tam əminliklə sağlam suyun çatdırılması təmin edək. Və bütün bu sistem böyüdükcə təbii ki, idarə etmə sistemlərinin də müasirləşdirilməsi çox vacibdir. Burada gördüyünüz, Cənab Prezident, dediyim ki, mavi olan, var olan xətlər, amma yanında da qırmızı ilə planlaşdırılmış yeni magistral xətlər nəzərdə tutulub ki, bu magistral xətlər tikildikdən sonra bizim həm əksik olan şəbəkələşmədə və Abşeron yarımadasında siz də qeyd etdiyiniz kimi 64 dənə yaşayış məntəqəmiz, qəsəbəmiz və kəndimiz var Abşeron yarımadasında, onların şəbəkəsi də həyata keçiriləcəkdir. Bunlardan vacib olan məsələlərdən, Cənab Prezident, Bakı şəhəri və Abşeron yarımadasında içməli su tələbatının və əsas da burada məsələ bizim mənbəylərimiz, bizim gələcəkdə inkişafımızı nəzərə alırmı? Hal-hazırda burada gördüyünüz kimi qrafik göstərilib, 16 kub günlük bizim günlük istifadəmiz var ortalama Abşeron yarımadasında. Bizim gücümüz, layihə gücümüz 19,1 kubmetr, amma bildiyiniz kimi burada ortalama 16 kubmetr olan yay aylarında bu rəqəm çox daha yüksək səviyyələrə qalxır. Pik tələbatımız Bakı və Abşeron yarımadasında 20,8 kubmetr saniyə göstərir. Amma inkişaf proqnozlarına uyğun olaraq 2040-cı ildə ki, bu proqram hal-hazır 2040-cı ilə qədər nəzərdə tutulub, bu rəqəmlər ortalama 20,7 kubmetr saniyə ehtiyac, pik vaxtlarda isə, yəni yayın qızmar vaxtlarında və bəzi istiqamətlərdə, bölgələrdə suyun gəlişində problemlər olduğu halda pik rəqəmlər 26,9 kubmetrə olması gözlənilir. Bununla əlaqədar da həmin bizim hazırladığımız dövlət proqramında sadəcə şəbəkələrin və magistralların artırılması deyil, su mənbələrinin də artırılması nəzərdə tutulmuşdur. Bunlardan biri təbii ki, qeyd etdiyimiz kimi duzsuzlaşdırma layihəmizdir ki, o əlavə 3,2, yəni illik 100 milyon kubmetrdən çox su, içməli su verəcək. Bu da günlük 3,2 kubmetr saniyə əlavə su deməkdir. Bununla yanaşı, amma bizim var olan, siz də çox gözəl qeyd etdiniz ki, var olan 5 istiqamətli olan Bakı şollardan gələn 2 istiqamətimiz, Kür təmizləyici qurğularından gələn bizim su mənbəyimiz, Oğuz-Qəbələ su mənbəyimiz, bunları da təkmilləşdirərək onlardan da əlavə suyun gətirilməsini nəzərdə saxlamışıq və planlaşdırmışıq ki, bu səviyyədə biz həmin o pik səviyyəni 2030-cu ildə artıq əldə etmiş olacağıq və şəbəkə onunla paralel olaraq şəbəkə də genişlədikdən sonra 2040-cı ilə qədər bütün tələbat həyata keçiriləcəkdir və qarşılanacaqdır.
Burada göstərdiyimiz kimi, dediyimiz kimi dəniz suyundan 3,2 kubmetr, Ceynəbatan su təmizləyici qurğuların kompleksində yenidən qurmaqla klassik qurğunu bitirməklə əlavə 3 kubmetr və mövcud su xətlərində daşıyıcı kəmərlərin qurğularının istismarı ilə əlaqəli əlavə 2 kubmetr su əmələ gələcəkdir. Və çox da qeyd ediniz ki, bizim hal-hazırdakı itkilərimiz bu səviyyədə olmasaydı, indi də suyumuz yetərdi. Amma o zamana qədər də bizim itkilərimizi 20% endirdikdən sonra bu bizim əlavə suya ehtiyacımızı qarşılamış olacaqdır. Onu da qeyd etməliyəm ki, cənab prezident, bizim proqramda nəzərdə tutduğumuz mövcud xətlərdəki qurğuların həm həcmini artırması ilə yanaşı, orada görüləcək işlər onların ən azından bugünkü verdiyi suyun təminatını qarantiya altına almaqdır. Çünki bilirsiniz, onlar şollar və Oğuz Qəbələ arteziyan sularıdır. Onları da təmin etmək, çünki bu yeraltı ehtiyatlarımıza da təsir edir. Kür çayının səviyyəsini də tənzimləyərək, biz bilirsiniz, Mingəçevirdə Şahin müəllim də qeyd etdiyi kimi, Mingəçeviri su anbarını biz artıq çox illik tənzimləməyə keçmişik və Kür çayının səviyyəsini də stabil olaraq saxlayaraq həmin yerlərdən gələn suyun da dayanıqlı olaraq Bakıya çatdırılmasını nəzərdə saxlamışıq. İçməli su ilə yanaşı, cənab prezident, bilirsiniz, bir də əsas bizim məqsədlərimiz kanalizasiya sistemidir. Burada da məsələ su sistemlərində biz mənbədən başlayaraq sonra şəbəkələrə keçirik. Burada isə tam tərsinə olaraq ilk öncə mənsəbləri yaradaraq, yəni suyun hara axıdılacağı, necə təmizlənəcəyini nəzərə saxlayaraq ondan sonra şəbəkələrin yaradılması nəzərdə tutulub. Bununla əlaqədar Bakı və Abşeron yarımadasında 12 dənə yeni kollektorun tikintisi nəzərdə tutulub ki, onlardan 7-si artıq işə başlanılıb, cənab prezident, sizin sərəncamınızda. Burada gördüyünüz mavi xətlər var olan kollektorlarımızı, qırmızı ilə gördüyünüz xətlərdə artıq birinci mərhələdə tikintisinə başladığımız və 27-ci ilin sonuna qədər bitirəcəyimiz əsas kollektorlardır. Və ondan sonra ikinci mərhələdə də Abşeronun şərq hissəsində olan bu bölgələrin kanalizasiya sistemlərini təmin etmək üçün əsas magistralların tikintisi nəzərdə tutulmuşdur. Ümumiyyətlə 346 kilometr uzunluğunda magistral kollektorların tikintisi nəzərdə tutulub. Buna yanaşı şəhərin içinə axan bütün bu çirkab suları və tullantı suları bildiyiniz kimi hal-hazırda Hövsan tullantı təmizləyici qurğusuna gəlir. Bunu da şəhərin içində olan bu yükü azaltmaq məqsədi ilə 9 dənə əlavə yeni təmizləyici qurğu nəzərdə tutulmuşdur. Bunlardan bəziləri aşağıda Ələt tullantı su təmizləyici qurğusudur ki, bu bizim Ələt iqtisadi zonasının və oradakı inkişafı da nəzərdə tutulur. Sahil təmizləyici qurğusu, Lökbatan, Müşfiqabad, bilirsiniz, hal-hazırda davam etdirilir Sumqayıt şəhərinin təmizləyici su tullantı qurğunun həm təkmilləşdirilməsi, həm də onun həcminin böyüdülməsi layihəsi davam etdirilir. Şəhərin içində Böyük Şor təmizləyici qurğu nəzərdə tutulub ki, bu həm Böyük Şor gölünün ekoloji vəziyyətinin tənzimlənməsi, həm oradakı bütün axıntıların və tullantı sularının şəhərin içinə buraxmadan təmizlənərək gölə təmiz suyun verilərək onun səviyyəsinin saxlanılması nəzərdə tutulub. Pirallaxı təmizləyici qurğu yeni nəzərdə tutulub. Pirşağı və Şuvelyan təmizləyici qurğularının modernləşdirilməsi və onların işə salınması və bioloji təmizlənmənin də həyata keçirilməsi nəzərdə tutulub. Bunlar həyata keçirildikdən sonra bu bölgələrdəki artıq şəbəkələr də qoşularaq həmin magistral xətlərlə təmizləyici qurğulara yönləndiriləcək və beləliklə Bakı Abşeron yarımadasında Xəzərə axıdılan tərtəmiz, yəni tərtəmiz dediyimiz ekoloji cəhətdən təbiətə buraxıla biləcək səviyyədə təmiz su buraxılacaq. Bir çox yerlərdə bu suyun təkrar istifadə amilləri də nəzərdə tutulur, bildiyiniz kimi həm Hövsan təmizləyici qurğularda, həm digərlərində Sumqayıt təmizləyici qurğularda da bu suyun texniki su olaraq və ya suvarma suyu olaraq yenidən istifadəsi nəzərdə tutulub və bu şəkildə də bizim kanalizasiya sistemlərimizin 95%-ə çatdırmağımız nəzərdə tutulmuşdur. Hal-hazırda gedən işlər haqqında qısa məlumat vermək istərdim, cənab prezident. Bilirsiniz, sahil kollektor, bizim şəhərin mərkəzindən keçən sahil kollektoru, o yenidən qurulur. Zığ-Hövsan kanalizasiyası yenidən qurulur. Dərnəgül, Bakıyanov, Qaraçukur, Hövsan kanalizasiyası, Pirşağı, Lökbatan, Müşfiqabad və Böyükşor istiqamətində artıq işlər başlanılmışdır. Keçən il 25-ci ilin ortalarından işlər başlanmışdır və bu şəkildə
əldə edəcəyimiz ilk öncə təbii ki, Bakı buxtasının ekoloji mühitinin yaxşılaşdırılması əldə olunacaq. Çünki sahil kollektoru işə düşdükdən sonra Bakı buxtasına axıdılan bütün çirkab suyu və yağış suları o sahil kollektoru vasitəsilə buradan uzaqlaşdırılacaqdır. Ceyranbatan gölünün ekoloji mühafizə tədbirləri gücləndiriləcək. Çünki Müşfiqabad hövzəsi tikildikdən sonra o ətrafda yaranan bütün tullantı suları artıq Müşfiqabad təmizləyici qurğuya və oradan da Sumqayıt çaya yönləndiriləcəkdir. Və bizim yarımadamızın şimal-şərq zonasında olan bütün kəndlərdəki əsas kanalizasiya sistemlərinin mənsəbləri yaradılaraq oradakı şəbəkələr həmin kollektorlara qoşulacaqdır. İkinci mərhələdə isə Hövsan, Bina, Məşdağa, Türkan, yaşıl xəritədə gördüyünüz xətlər, Şüvələn hövzəsi, Ələt hövzəsi, sahil, Pirallaxı hövzələri üzrə kanalizasiya kollektorlar tikiləcəkdir ki, bu işlər də həyata keçirildikdən sonra mən bir vaxtını çox alaraq kəndlərin adlarını keçmək istəmirəm, burada yazılıb. Yəni bizim yarımadanın şərq bölgəsində, şərq tərəfində qalan bütün kəndlərin kanalizasiya sistemlərinin şəbəkələri qurularaq, onlara qoşularaq təmizləyici qurğulara yönləndiriləcəkdir. Bununla yanaşı, təbii ki, şəhərin mərkəzində intensiv yağışlar zamanı var olan problemlərimizi ki, biz bunları hər dəfə yağışlar yanında yaşayırıq. Bununla əlaqəli qeyd etdiyimiz Bakı şəhərində 30 küçə üzrə yeni yağış sistemlərinin aparılması, tikilməsi, ilk öncə onların texniki iqtisadi əsaslandırılması və ondan sonra onların həyata keçirilməsi nəzərdə tutulmuşdur ki, bu şəkildə təbii ki, Cənab Prezident, 2025-ci ilin aprel ayında yağan yağışlarda, yəqin ki, sizin də çox yaxşı məlumatınız var, son 60 ildə yağmayan bir yağış yağmışdır. Yəni, heç bir sistemlərin 100 ildə bir, 1000 ildə bir yağa biləcək yağışları qarşılaya biləcək səviyyədə olması imkansızdır. Amma ən azından normalara uyğun və normalardan biraz daha artıq gələn yağışları qarşılaya bilmək üçün bu sistemlərin həyata keçirilməsi çox vacibdir və bu küçələr listəsi var, amma bu təbii ki, proses getdikcə təkmilləşdiriləcək, daha düzgün, daha uyğun olan küçələrdə bu sistemlərin tikilməsi nəzərdə tutulmuşdur. Bu şəkildə də bizim şəhərin mərkəzində olan problemlərin, əsas problemlərin ortadan qalxması nəzərdə tutulmuşdur. Cənab Prezident, bununla yanaşı bütün bu işlər təbii ki, tikinti və layihələndirmə işləri ilə yanaşı bu sistemlərin uçotun və düzgün rəqəmsal aparılması da çox vacibdir. Çünki sistemlər böyüdükcə bunların sadəcə keçmiş sistemlərlə, insani nəzarətlə, yəni insan sayısı ilə nəzarət etmək mümkün olmayacaqdır. Bunun üçün də bir çox yerlərdə Bakı şəhəri Abşeron Radasında su təsisat və yağış sulama sistemlərində proqram təminatları, yeni SCADA sistemləri, IoT dediyimiz internet texnologiyalarının istifadə olaraq nəzarət sistemləri qurulacaqdır ki, bu da uçot sisteminin elektronlaşdırılmasına və təkmilləşdirilməsinə və insan faktorunun bu sistemdən çıxarılmasına, mümkün qədər çıxarılmasına yol açacaqdır ki, suyun keyfiyyət göstəriciləri onlayn monitorinq olunacaq. Yəni, bu şəkildə gündə bir neçə dəfə laboratoriya analizləri almaqla deyil, onlayn şəkildə hər hansı bir dəyişiklik gördüyümüz sistemdə göstərilərək yerində və zamanında müdaxilələr göstəriləcək. Sızmaların və su itkilərinin qarşısını alması üçün axan sistemlərindən bu dediyimiz IoT sistemli monitorinq sistemləri sayəsində çox daha erkən bir xəbərdarlıq sistemi alaraq onları operativ şəkildə həll etməsini nəzərə tuturuq və təbii ki, bütün bu işlərin görülməsinə yanaşı biz bu istiqamətdə maddi-texniki bazanın, yəni bizim istismar qurumlarının maddi-texniki bazasını yüksəldərək onların bu xətalara, bu qəzalara və bu işlərə çox daha operativ iş görülməsini nəzərdə tutulmuşdur. Bu işlərdən başqa da təbii ki, bilirsiniz, Su Ehtiyatları Agentliyi olaraq bizim suların istifadəsinə və mühafizəsinə nəzarət xidmətimiz də var. Bununla yanaşı su təsərrüfat sistemlərində mühafizə zonlarının təhlükəsizliyi gücləndirilməsi və istismarın təkmilləşdirilməsi çox vacibdir. Az öncə sizə qeyd etdiyimiz kimi bir çox yerlərdə mühafizə zonalarında tikilmiş olan binaların, evlərin və onların təhlükəsizliyinə həm bizim sistemlərə, həm də o evlərin təhlükəsizliyinə çox böyük təsiri vardır. Su, yağış və tullantı sistemlərinin mühafizə zonalarının üzrə inventarlaşdırmanın aparılması həm müvafiq qurumlarla bərabər
normativ hüquq aktlarının tələblərinə uyğun olaraq mühafizə zonalarının fəaliyyətinin dair tədbirlərinin görülməsi, bir çox yerlərdə biz burada Nazirlər Kabinetinə təqdim edilməklə bir çox yerdə köçürmələr məcbur olacaq. Çünki bəzi dediyimiz kimi magistral kanalların artıq ora əlçatanlığımız olmadığı üçün bəzi yerlərdə bu köçürmələrə də ehtiyac olacaqdır. Su təsərrüfatı obyektlərinə qanunsuz müdaxilə hallarının qarşısının alınması. Bununla əlaqəli hal-hazırda sizin də yaxınlarda imzaladığınız sərəncamla bəzi qərarlar var, bəzi qaydalar artıq yürürlüyə girir. Onunla əlaqəli bəzi işlər də bu ayın sonuna qədər biz təqdim edəcək Nazirlər Kabinetinə və burada da bizim işimizin daha da inkişaf etdirilməsinə yol açacaqdır. Su və su təsərrüfatı obyektlərinin kimyəvi, bioloji, hidroloji və digər çirklənmələrdən mühafizə tədbirlərinin həyata keçirilməsi. Bütün bunlar dediyimiz kimi dövlət proqramı sadəcə investisiya ilə əlaqəli bir tədbirləri nəzərdə tutmur. Bu, həm də bizim istismar qurumlarımızın, bizim xidmətlərimizin bu 10 il boyunca həm öz işlərinin təkmilləşdirilməsi, həm işlərinin, gündəlik istismar işlərinin daha da genişləndirilməsinə yol açacaq və bu tədbirlər də dediyiniz kimi nəzarət altında saxlanılaraq biz bu 10 il ərzində bütün bu sistemlərin Avropa standartları səviyyəsinə gətirilməsini nəzərdə tutmuşuq. Deyəcəklərim bu qədər, cənab prezident. Əgər icazə verirsə, bu proqramın da qəbul olunması sizdən xahiş edirəm. Sağ olun. Затем были продолжены обсуждения